Bir dənə zəhmət olmasa. Aha, gəldi qabağa gördüm. Bu kimi tikintilərə biz yox deyirik. Biz vətəndaş mövqeyi olaraq yox deyirik. Çünki belə tikinti aparmaq olmaz. Belə bağlantı eləmək olmaz. Əgər bacarmırsınızsa soruşun bizdən. Biz sizi örgədək. Bir də çıxdı. Dedim, mən barmağımla belə verəcəm. Bu boyda binanın fasadı gedəcək qabağa. Gərəksiz və obyektiv bir çəkiliş aparmaq niyyətindəyəm. Ona görə də nəyi necə eləmək lazımdır. Hər şeyin qaydası var, üsulu var və bu kimi bağlantılar normal bağlantılar deyil. Bunların arasında temperatur məsələsi var, rezonans məsələsi var, paduşka məsələləri var və bunların bağlantılar məsələsi də böyük sorun məsələsidir. Bunlar hamısı müzakirə mövzusudur. Görürsünüz? Bir də çıxdı. Bir də çıxdı. Dedim, mən barmağımla belə verəcəm. Bu boyda binanın fasadı gedəcək qabağa. Mən deyəsən yavaş-yavaş binanın tikinti məsələlərinə qarışacağım. Çünki qarışmaq məcburiyyətindəyəm. Buna bax. Gəlin bir daha buna baxın yoldaşlar siz də. Deməli, binanın fasad izolyasiyasıdır bu. Yəni, binanın fasad izolyasiyasını dəyərli izləyicilərimiz MTK-nın özü həyata keçirilir. Və bina izolyasiyasında membran qatları olur. Yəni, burada sərt materialla alüminium arasında və ya açınkov dəmir arasında, bax, görürsünüz. Yəni, belə bir bağlantı alçıpanla ola bilməz. Çünki burada rütubət var, burada kondensat var. Burada çox bəsit qaydada inşaat fizikası deyilən bir termin var, bir dərslik var. Və buranın layihəsini verənlər, buranın konstruksiyasını, buranın termoizolyasiyasını edən adamlar bilməlidirlər ki, belə bir bina inşa eləmək olmaz. Eləyirsinizsə də belə hallara yol vermək olmaz. Bunlar sizdən qalmalardır. Baxın, alçıpanla bağlayırlar oranda və hər bir mənzildə də bu hal pena ilə. Baxın, pena ilə zadlan, köhnə penadır bunlar. Bütün bunlar bina tərəfindən yanlış olunub və bizim borcumuz binanın buraxdığı yanlışlıqları maksimum dərəcədə düzəltməkdir. Yəni, bu dəmir dümürlər olsun buradan, çıxarılsın bu termoizolyasiya materialları ilə çöldən bağlansın və membran qatı ilə bura izolyasiya olunsun ki, ev sahibi sabahları burada pəncərənin dibindən keçən küləklə evi soyumasın və digər yağış kimi negativ hallar baş verməsin. Düzdürmü yoldaşlar? Dəyərli izləyicilərimiz, bu kimi maarifləndirici videoları sizin üçün də çəkirəm. Çəkirəm ki, baxasınız, biləsiniz, öyrənəsiniz və vaxtında tədbirinizi düzgün götürəsiniz. Davam edək. Bir dənə zəhmət olmasa. Aha, gəldi qabağa gördüm.